Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Ayda qapat. Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bu videoda sizə Səudiyyə Ərəbistan haqqında məlumat verəcəyik. Səudiyyə Ərəbistan haqqında imtahana düşə biləcək ən vacib məlumatlar, qeydlər sizə çatdırılacaq. Səudiyyə Ərəbistan bütünlükdə Şimal və Şərq yarımkürəsində, Avrasiya materikində, Cənub-Qərbi Asiya regionunda yerləşən ölkədir. Dünyanın ən böyük yarımadası olan Ərəbistan yarımadasında yerləşir. İdarəetmə formasına görə monarxiyadır, mütləq monarxiya ölkəsidir və mütləq monarxiyanın bir qolu olan, bir növü olan teokratik monarxiya aiddir. Yəni din qanunları ilə idarə olunan dövlətdir. Sərhəd olduğu ölkələr İraq, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Oman, Yəmən, İordaniya dövlətləridir. Yəni bunlar quru sərhəddə malik olduğu ölkələr hesab edilir. Tropik xətti kəsdiyi üçün qeyd edə bilərik ki, iki işıqlanma qurşağında yerləşir. Həm tropik, həm mülayim qurşaqda yerləşir. Günəşin zenitdə olduğu və olmadığı ərazilər mövcuddur. Sahilləri yalnız bir okean suları ilə yuyulur, o da Hind okean suları ilə. Sahilləri İran körfəzli suları ilə, Qırmızı dəniz suları ilə yuyulur. Bu hissədə isə Əkəbə körfəzi yerləşir. Neft ehtiyatlarına, zəngin neft ehtiyatlarına malikdir. Ərazisinin böyük hissəsi Baykal qırşıqlığı vilayətində, yəni ən qədim qırşıqlığı vilayəti olan Baykal qırşıqlığına aiddir. Paytaxtı Ər-Riyad şəhəridir. Böyük 20-lik dövlətlərinə, qeyri dövlətlərinə daxildir. Lakin yeni sənaye ölkəsi deyil, inkişaf etməkdə olan ölkələrin, demək, neft ixrac edən ölkələrin, neft kranı ölkələri birliyinə daxildir. İslam Əməkdaşlığı Təşkilatına üzvdür və qeyd etmək olar ki, Ərəbistan yarımadasında sahəcə ən böyük ölkə hesab edilir. Əhalinin təbii artımının ikinci tipi səciyyəvidir. Əhalinin təbii artımı yüksək olsa da, yenə də doğumu artıma yönələn tədbirlər həyata keçirilir. Doğumu məhdudlaşdırmaq qadağan hesab edilir. Ən böyük limanlarından biri Ras Tanura limanıdır və liman şəhərlərindən hesab edilir. Ərazisi tropik iqlim qurşağında yerləşir və şimal hissəsində subtropik iqlim səciyyəvidir. Ərazisində ən iri səhralar Rubel Xali, böyük nəfud və kiçik nəfud səhralardır ki, eol relyef formalarına, Barxan, Diyun, qum tirələrinə geniş rast gəlinir. Əsas qeydlərimiz bunlar idi.